Kim bu duanı eləmirsə ki, ilahi, yer üzündə məni özünə ən yaxın bənd elə. Kim bu duanı eləmirdir, yox əşi, bu alınmaz, o naümüddür Allahdan, məyusdur. Çünki bu işi görən Allahın qüdrətidirsə, sən deyilsən. Sən təvazökarlıq sayırsan bunu. Aşı, yox, mən günahkaram. Bu təvazökarlıq deyil. Bəyəm çatanlar özü çatır. Sən Allahın qüdrətinə şəkk edirsən. Sən özündən danışma ki, məndən çıxmaz. Bəli ki, səndən çıxmaz. Məlumdur, səndən çıxmaz. Amma səndən çıxmaz deyə sən denən ki, ilahi, qüdrəti məndə göstər. Sənin qüdrətin çatar, bəli. Ona görə mən bilirəm, mən kiməm. Bilə-bilə ki, mən kiməm deyirəm, mən istəyirəm hamıdan üstün bəndə olun. Bax, ümid budur. Çünki sənin qüdrətin buna yetər. Kim belə dua eləmirsə, Allahdan ümidsizdir. Ümid bu qədər olmalıdır ki, mən bir məhəllədə, bir şəhərdə, bir ölkədə yox, dünyada sənə ən yaxın bəndə olum. Məndə alınmaz deyən adam məyusdur. Məyus insandan desinə çıxmaz. Məndə alınmaz sözü varsa, sizin qulağınıza deyilsə bir şeytanın vəsvəsəsidir.